Ətləriniz pambıq kimi olacaq. Bu reseptlə istənilən əti pambıq kimi yumşaq hazırlaya bilərsiniz. Odur ki, tərəfini seç. Şirəli hinduşka əti yoxsa şirəli mal əti. Soğanları yarım halqa formasında başlayırıq doğramağa. Nə qədər bol soğan, o qədər ləzzət. Bu reseptdə istifadə edəcəyim bu gözəl qazanları emsandan almışam. Unutmayaq ki, yeməklərimizin nə qədər ləzzətli alınması tava və yaxud da qazanlardan asılıdır. Məndə hinduşkanın qanat hissələri var idi, onları əlavə elədim. Üzərinə də bol soğan. Daha sonra videoda gördüyünüz kimi digər qazana mal ətini əlavə edirəm. Duz, istiyoz, soğan və son olaraq üzərinə kərə yağı əlavə edirəm. Duzun istiyotunu əlavə etdikdən sonra hər birinin üzərinə 1 stəkan su əlavə edirəm və gedir bişməyə. Qapağı örtülü halda ilk 5 dəqiqəsini gürotda, daha sonra ən vam odda başlayır bu 2-3 saat bişməyə. Bu yeməyi həm çox ləzzətli alınması ilə yanaşı sizi yoracaq bir yemək deyil. Qazın üstünə qoyursunuz və işlərinizi görməyə davam edirsiniz. Yağa düşənə yaxın şabalları da əlavə edib qapağını örtürsünüz. Bu arada bir çox xanımların yaralı yeri kartof qızartmasının istənilən kimi alınmamasıdır. Bu qazanların da tavaları tam istədiyiniz kimi kartofu ideal formada sizə qızardıb təhvil verir. Gördüyünüz kimi ətlərimiz o qədər yumşaqdır ki, sanki ətin üstünə qışqırsan dağılar. Çox asanlıqla sümüylə ayrılır, dadına gəldikdə isə həqiqətən buna bir söz yox. İsti zavod çörəyi ilə bu yeməyi su ilə batıraraq ləzzətlə yeyə bilərsiniz. Nuş olsun, göz haqqınızı halal edin. Bu və ya daha maraqlı videoların ardı üçün məni izləməyi unutmayın. Videonun şərh bölməsində də fikirlərinizi gözləyəcəm. Özünüzə yaxşı baxın, sevgi ilə qalın. Hələlik.